Diqqət, bu müəllimlərin maaşı artır. Sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən 1-2 həftə ərzində ictimaiyyətə təqdim edəcəyik. Bunu jurnalistlərə müsahibəsində Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Amma artıq ümumi mənzərə formalaşıb. Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10%, digər qisminin maaşı isə 35% artırılır deyə nazir vurğulayıb. Qeyd eləyək ki, iyun ayının 17-si müəllimlərin sertifikasiya imtahanına başlanılıb. İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, Rus dili, Azərbaycan dili və ədəbiyyat, Rus dili və ədəbiyyat, Fransız dili, Alman dili, təsvir, incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsil verənlər iştirak edəcəklər.